Lehinə və əleyhinə sözü antonim sözdürmü, yoxsa yox? İzahdan öncə siz cavab verməyə çalışın ki, lehinə və əleyhinəni antonim götürmək olarmı? Yəqin ki, cavabınızı verdiniz. İndi gəlin baxaq. Sözlərin yəqin ki, yazılışını görürsünüz. Bəzən çox sual verirlər ki, müəllim, lehinə, bir də əleyhinə sözündə ön şəkilçidirmi? Xeyr, ön şəkilçisi deyil. Nəyə görə? Çünki lehinə sözünün yazılışına baxın. Asan yolla deyirəm, y-ni görmürsünüz də burada, düzdür? Əleyhinə sözünün yazılışına baxın, y var. Təbii ki, eyni söz olmadığına görə, kökləri eyni olmadığına görə əni ön şəkilçi kimi götürə bilmərik. Əleyhinə sözü, və hər ikisi ərəb-fars mənşəli sözdür, yəni ərəb mənşəli sözdür. Əleyh sözü, ərəblərdə var əleyh sözü, deyə bilməyəcəm mən indi. Təbii ki, əleyh qarşı deməkdir. Əleyhinə sözü məhz həmin sözdən yaranıb ki, ona qarşı, yəni onun əksinə. Lehinə söz isə leh, ləhu, leh sözləri var ki, xeyir deməkdir, tərəf deməkdir. Yəni onun xeyrinə, onun tərəfinə. Ona görə bu iki söz eyni sözdən yaranmayıb, fərqli-fərqli sözlərdən yaranıbdır. Hər iki söz, yəni sadə sözdür, sadə söz kimi götürülür və bir-birinin də antonimi kimi götürə bilərik. Yəni qətiyyən bu sözləri, nə bilim, kökləri eyni olan sözlər kimi, ön şəkilçili sözlər kimi götürmək olmaz. Bu qədər.